Salam, bu günləri mən alışveriş eləyəcəm, market alışverişi. Düşündüm ki, marketdə həqiqətən də SMM-lik dərsi verə bilərəm sizə. Hansı ki, rəflərdə, məhsullarda gizlənən reklam strategiyaları var. Bu haqda danışacağıq. Gəlin hər gün girdiyiniz mağazaya bir də SMM gözü ilə baxın. Baxın, bu rəfdə hamısı şokolad yağıdır, müxtəlif markaları var. Nutella, Monkey Mix, Nuti, Coconut, Shoki Moki, Choco Krem. Müxtəlifdir. Amma ən çox diqqətinizi dizayn olaraq nə çəkir? Nutella. Çünki həqiqətən bu insanlar çox qəşəng, sadə, amma diqqət çəkən ediblər. Baxın, öncəliklə bunu oxumaq düzdür, rahatdır. Amma mən uzaqdan çəkim bir dəqiqə görəcəksiniz. Yəni yaxından da baxsaz, uzaqdan da baxsaz, siz Nutellanı daha rahat oxuya bilirsiniz. Eyni zamanda çox sadə qablaşdırılıb. Və dediyim kimi aralarında ən çox diqqəti çəkən Nutelladır. Sosial şəbəkədə baxın bu cür görünürsünüz. Rəqibləriniz və siz dizayn olaraq ilk diqqətinizi nə çəkəcəksə ona baxacaqlar. Ona görə də bizim üçün dizayn önəmlidir. Çünki bir neçə belə göstərəcəm. Diqqətinizi çəkənləri qeyd edeyim. Məsəl üçün kofedə çay rəfləri burada hansı diqqətinizi çəkir? Sadə qənd rəfi burada hansı diqqətinizi çəkir? Gəldik ikinci hissəyə. Baxın, burada niyə buranı seçdim? Çünki çeşid hədsi çoxdur burada. Baxın, buradakı strategiya nədir? Ən çox satılan məhsulu, daha doğrusu ən çox satmaq istədikləri məhsulu göz nizasına qoyurlar. Yəni ki, insanların rahat görə biləcəyi yerə və ən ucuz, ən belə işə yaramaz məhsullar isə hər zaman ən alta yığılır. Çünki insanlar aşağını görmür belə. Yəni, insanların rahat gördüyü və ən çox aldığı məhsullar, siz özünüz də bəlkə fikir vermişsiniz, özünüz də gedəndə yuxarı hissəyə, yəni sizin gözünüzün gördüyü hissəyə baxırsınız. Aşağı hissələrə demək olar ki, baxılmır. Əgər məhsulu tanıyırsınızsa, o zaman baxıb ala bilərsiniz. Bu istisna deyil. Amma əsasən dediyim kimi, bu satış strategiyasıdır, reklam strategiyasıdır ki, ən çox satmaq istədikləri məhsulu hər zaman göz nizasına qoyurlar. Bəs deyə bilərsiniz ki, biz bunu sosial şəbəkədə necə tətbiq edəcəyik? Çox sadə. Siz insanların görünür olacağınız zamanda, yəni ki, paylaşım saatınızı vaxtında seçməlisiniz. İzləyicilərinizin aktiv saatlarını bilib o saatları seçməlisiniz ki, siz rahat şəkildə sizi görüb tapa bilsinlər. Baxın, bu endirimlərin hər biri sırf müştərini cəlb eləmək üçündür. Yəni ki, biz bunu sosial şəbəkədə necə eləyə bilərik? Sırf captionlarla, bizim dediyimiz caption, yəni müştərini yazmağa məcbur eləmək, çağırmaq. Bu sosial şəbəkədə başqa formadadır. Məsəl üçün, bəlkə də görmüsünüz, məsələn, reklam yaz, sənə bunu göndərim, yorum yaz, nə bilim, like et kimi çağırışlar edərək müştərini belə deyim də yazmağa məcbur edirsiniz. Burada da eyni şəkildə endirimlər insanları almağa məcbur edir. Bayaqdan axtarıram, mən deməli 1+1 kampaniyaları olur bəzən marketlərdə, bəlkə də çoxunuz görmüsünüz bunu. Bunlar bilirsiniz nə üçündür? Sırf siz də bu kampaniyalardan yararlana bilərsiniz. İnsanlara tələsməyi, yəni məhsulunuzu satmaq üçün tələsməyə kömək edir. 1+1 kampaniyaları, məsəl üçün, bunu alsaz bunlar sizə hədiyyə olunur kimi əlavələr edə bilərsiniz. Hansı ki, bu da hal-hazırda bu mağazada yoxdur ki, mən onu sizə göstərim. Ancaq dedim ki, bilin, onu da əlavə edin. Son olaraq rəfləri göstərəcəm sizə ki, bir baxın rəflərə və ən çox harda görək alıcı var. Burada daha çox qeyri-qidadır. Baxın, burada uşaqlar üçün, belə deyim, şirniyyat önəmli olduğu üçün daha çox o bölümdədirlər. Sonra burada qeyri-qidadır yenə də. Amma əsasən alıcılar orada qida bölməsindədir. Sonda mağazanı çəkdim və orada belə deyim, addel
gördünüz və orada da qeyd elədim ki, qida addelində hər zaman daha çox alıcı olur. Bu mağaza sistemində belədir, mağazanın marketingi belədir. Ancaq ki, sizə bunu göstərməkdən məqsədim sosial şəbəkədə biz buna deyirik analitika. Baxın, məsələn, turizm sahəsi və yaxud da bir restoran sahəsi, bir də geyim sahəsini götürək. Sosial şəbəkədə də bu şəkildədir. Restoran sahələri daha çox gəlirlidir, daha çox insanlar məsəl üçün gedirlər. Və yaxud da yay aylarında turizm sahəsi daha çox aktivləşir, insanların maraq dairəsi daha çox olur. Fashion səhifələri yəni sezona baxmır, hər daim belə deyim də göz önündə olurlar və rahat reklamlarını yerləşdirə bilirlər. Bunu deməkdə məqsədim odur ki, analitikanızı fikir verməkdir. Məsələn, bəzən olur ki, tutaq ki, indi turizm ağlıma gəlir, turizmi deyirəm. Qış aylarında hər zaman belə deyim də etkileşimləri düşür, reklamlarının vəziyyəti aşağı düşürür və şikayətlənirlər ki, SMM pisdir, reklam verə bilmir. Ancaq siz bunları bilsəz, real hadisələrdir, bu artıq insanların davranışıdır, reklamın deyil. Ona görə də bu analitikaları hər zaman dəyərləndirin və özünüzün səhifənizi dəyərləndirin. Ümumilikdə bütün sahələr, bütün Instagram səhifələri ilə analitikanıza fikir verin. Sonra öz rəqiblərinizlə olan analitikanıza fikir verin. Deməli, bir çox marketlərdə sən demə icazə vermirlər çəkilişə. Orada xanımla nəzarətçi yaxınlaşdı, mənə bildirdi ki, bunu bəs çəkilişə ehtiyac yoxdur. Sağ olsunlar, sonra mane olmadılar, çəkiliş elədim. Çünki başa saldım ki, mən hansısa firmadan deyiləm. Mən özüm də marketing sistemində çalışmışam deyə, yəni market sistemində. Başa düşürəm onları. Ona görə də zaten sakit formada izah elədik. Onlar da sağ olsunlar, mənə şərait yaratdılar, yəni heç nə demədilər. Çəkilişimi etdim. Bu arada çəkiliş etdiyim mağaza A+ idi. Mən çox vaxt oradan alış-veriş edirəm, çox yaxşı endirimləri var. Xüsusilə də qeyri-qidaya dəhşət endirimləri olur. Əgər sizin yaxınlığınızda varsa, dəyərləndirin. Gül, öyrən və paylaş. Çünki həyatın alqoritması elə məhz budur. Mən indi gedirəm, sən isə burada qal, çünki növbəti videoda görüşəcəyik.